Gəldik, çıxdıq konteynerlərə indi. Konteynerlər çox lazımlı mövzudur, çünki biz məsələyə baxanda bilməliyik ki, biz burada ehtiyac olan hansı konteynerdən istifadə edəcəyik. Çünki konteynerlər özləri zaman mürəkkəbliyinə görə əməliyyatlardan fərqlənir. Məsəl üçün setdə bir elementi silmək O1 ilə gedir. Məsəl üçün vektorda ON ilə gedir. Məsəl üçün adi bir nümunə. Yəni buna görə konteynerlərin ümumiyyətlə istifadə qaydaları, metodları və s. yəni sintaksisi hamısının əzbər də olmasa bilmək lazımdır. Metodları təbii ki, metodlar çoxdur ümumiyyətlə. Hər bir konteynerin bəlkə 100 dənə, 1000 dənə metodu var. Amma yəni bizə istifadə lazım olan olsun limitli sayda olur. Bunlar da məsələlərdə qarşımıza çıxır. Yəni bilirsiniz, çoxlu məsələ işləmək lazımdır bundan bağlı ki, sən artıq məsələyə baxan kimi, yəni məsələdə baxan kimi görə biləsən ki, mən bura hansı konteyneri tətbiq eləsəm, o daha faydalı ola bilər. Məsəl üçün biz necə olur? Vektorla yazırıq, məsələ error verir, sonra deyirik vektoru dəyişək, setlə yazaq. Əslində başlanğıc belə olur. Amma ISP-də sənin o qədər əlverişli vaxtın olmur axı. Yəni tutaq ki, ISP-də sənin 5 saat vaxtın olur və 5 saat sən 15 dənə məsələ yerinə yetirməlisən. Təxmini hər məsələyə yarım saatdan az vaxt düşür. Yəni 20 dəqiqə vaxt düşür hər məsələyə. Yəni sən 20 dəqiqə ərzində bir məsələnin həllini, alqoritmini qurub, onu bir konteyner üzərindən yazıb, yoxlayıb, error alıb, başqa bir konteynerə keçirməyin təbii ki, sənin vaxtından problemdir. Bir. İkincisi, konvert eləyəndə müəyyən səhvlər eləyəcəksən. Yəni ən azı struktur olaraq əvvəldən birini yazsan ki, ona görə də konteynerləri bilməkdən çox, onlarla təcrübə əldə etmək daha önəmlidir. Yəni sən məsələyə baxan kimi, yəni mən özüm belə, yəni məsələyə baxanda, yəni müəyyən qədər hələ ki, yəni tam belə aydın görə bilmirəm ki, burada nə istifadə etsəm daha yaxşı olar. Düzdür, vərdiş yaranmalıdır. Daha çox işləyəndə vərdiş yaranır. Yəni siz də yavaş-yavaş o vərdişləri artırmalısınız ki, sizin üçün sonrası rahat olsun. Deməli, konteynerlər ümumiyyətlə C++-da iki cür olur. Assosiativ konteynerlər var, bir də xətti konteynerlər var. Xətti konteynerlər yaddaşda düz şəkildə saxlanılır, yəni xətti şəkildə saxlanılır, vektor ora daxildir. Assosiativ konteynerlər yaddaşda iki cür saxlanılır, bir tree kimi saxlanılır, bir heatmap kimi saxlanılır. Heatmap kimi saxlanılanlar unordered olanlardır. Unordered map, unordered set. Amma set özü, map özü, sonra multiset özü yaddaşda tree kimi saxlanılır. Ona görə də onlar bəzən böyük inputlarda çox yaddaş sərf edirlər. Amma yenə də istifadə yerində lazım olanda yaddaş problemi olmur, kifayət qədər yaxşı istifadə olunur. Demək, biz vektoru öyrəndik, payri öyrəndik, yəni bunlar da konteynerlərə daxildir, xətti konteynerlərə daxildir. İndi isə öyrənəcəyimiz setdir, mapdir, bunların unordered versiyalarıdır. Növbəti dərsimizdə isə stack queue, dequeue, priority queue bunlara baxacağıq. Konteynerlər 2 dərsə yekunlaşdıracağıq. Ondan sonra artıq bunların tətbiqinə istifadə olunan alqoritmlərə baxacağıq. Deməli, bütün konteynerlər fərqi yoxdur. DS include bits/stc++.h kitabxanasında var. Amma hər bir konteynerin adına uyğun özündə kitabxanası var. Məsəl üçün set istifadə edirsə DS include set daxil edirik. Map istifadə etmək istəyirsə DS include map daxil edirik. Yəni ehtiyac yoxdur. Yəni bunu yazsaz əlavə olaraq konteynerlər üçün kitabxana yazmağa ehtiyac yoxdur. Deməli, niyə indi biz konteynerləri istifadə edirik? Vektor bilirik, hər şeyi vektorla istifadə eləyək deyərdik. Məsələn, bir də məsələ təsəvvür eləyək. Bizə n dənə ədəd verilib. Vektora daxil eləyirik və deyir ki, biz müəyyən eləməliyik ki, bu ədəd əvvəl vektora daxil olunubmu, yoxsa olunmayıbmı? Təbii ki, bunu yazsaq biz vektora tutaq ki, ədədlərimizi yığdıq. Bir dənə vektorumuz var. Int tipindən yaratmışıq vektor. Okay, buna ədədlərimizi yığmışıq, tutaq ki, daxilin ədədləri yığmışıq. Biz bunun təbii ki, search eləyəndə yəni daxilində elementin olub-olmadığını, yəni daxil eləyəcəyimiz elementin əvvəldə vektorda olub-olmadığını tapmaq üçün təbii ki, burada bir dənə bool götürürük.
Bool tipindən bir dənə dəyişən götürürük. Məsəl üçün tapıldı elə qoyuruq adı. Tapıldı və buna false veririk. Yəni yoxlayacağıq tək-tək. Əvvəldə var idisə true verəcəyik tapıldıya. Yəni bu sadə bir əməliyyatdır. For int bərabərdir 0, i kiçikdir n, i plus plus. Yaxşı, vektorumuzun ölçüsü deyək ki, ya da vec size yazaq. Okay, if əgər vektor i burada bir dənə int x sin x. Okay, if əgər vektor i bərabərdirsə x-a, bunu qaytaraq bura. Onda nə olsun, birbaşa bizə cavab versin ki, tapıldı. Birbaşa cavab da qaytıra bilərik, tapıldı, true da verə bilərik. Əlif elə verək və break eləyə bilərik. Все. Yəni burada baxın, bizə tutaq ki, vektora elementləri əvvəldən daxil eləmişik, sonra başqa bir ədəd verir bizə. Həmin ədədin vektorda əvvəldə olub olmadığını yoxlayırıq. Yəni bu ON zaman limitində işləyir də, bir dənə dövrümüz var. Yəni bilirik ki, bu ON zaman limitində işləyəcək bu. Yəni okey, vektorda elementləri tapdıq, tək-tək yoxlayırıq. Tutaq ki, bu 10 ədəd üçün, 100 ədəd üçün, 1000 ədəd üçün ON zaman limiti yaxşıdır. Qəşəng işləyəcək. Məsələn, tutaq ki, bizim inputumuz, nə bilim, 10 üstü 9-dur. 10 üstü 9 ədədi biz tək-tək yoxlamalıyıq. Vektorun içində ədədin olub olmadığını tapmaq üçün. Yəni bu kifayət qədər zaman sərf eləyəcək buna. Ona görə bu problemdir artıq. Yəni bizim başqa yolumuz varmı? Hə, var. Ortadan merge eləyib bölüb yoxlayarıq. Okey. O var. O üsulu istifadə edə bilərik vektorun üzərində. Amma o da yəni nə qədər zaman qazandıracaq bəlli deyil. Çünki o da bizim vektorun daxildəki elementlərin nə qədər yaxşı yerləşməyindən asılıdır da. O da deyirik ki, yaxşı halda log n işləyəcək, pis halda yenə o n işləyəcək. Yəni o da bizə garanti vermir ki, həmişə o n işləyir, yəni bölüb ortadan atmaq. Yəni o pis кейsdə daha çox zaman sərf eləyə bilər. Yəni massivi əvvəlcədən sıralasaq. Axtarışı log n-ə salmaq olarmı? Olar. Amma massivi sıralamaq özü də yəni o n zaman sərf eləyəcək orada da daha artıq bəlkə. Ona görə yenə də burada problem yaranır. Massivi sort eləmək. Bizə burada lazım olan şey struktur. Elementləri sıralı saxlamaqdır. Sıralı saxlamaqdır. Yəni massivin özün sort eləmək ON-dir. Amma birbaşa elementləri sıralı saxlayacağımız konteyner, yəni set istifadə eləsək burada, onsuz birbaşa elementləri daxilində sıralı düzür. Yəni ortadan seti bölüb yoxlayıb daha az zaman sərf edə bilərik. Hə, onda log n-ə salacağıq məsələni mürəkkəbliyin. Okey. İndi biz deməli bu vektordan bir nümunə idi. Göstərdik ki, burada vektor kifayət qədər çox zaman sərf eləyir. Bizim birinci öyrənəcəyimiz konteyner setdir. Set. Setin nə üstünlüyü var? Set təkrar element saxlamır. Setin daxilindəki hər bir elementlər unik olur. Yəni hər elementdən bir dənə saxlayır. Yəni növbət dəfə təkrarı daxil eləyəndə o artıq onun yaddaşda saxlanılmır. İkinci, set elementləri həmişə sıralı olur. Artan sıra ilə sıralı olur. Biz setin daxilində elementləri yığdıqda özü avtomatik zaman mürəkkəbliyi olmadan birbaşa, yəni bitlərlə hərəkətləri ilə birbaşa elementləri sıralı şəkildə saxlayır. Yəni biz vektor yaradıb onun daxilində elementləri yığıb sıralamaq eləsək, amma setin daxilində birbaşa elementləri yığsaq daha az zaman sərf eləyəcək. Yəni set konteynerinin üstünlüyü budur. Setin elementləri yığmaq, bit üzərində işləyir. Bir massivi element daxil eləyirsən hər dəfə. Bir elementi pushback eləyirsən. Yəni setdə də o işləyir. Həmçinin setdə elementi daxil eləməyinə yanaşı silmək də o birdir. Erase. Çünki set elementi daxil eləməyi və silməyi iterator üzərindən aparır. Ona görə sürətli işləyir. Okey, setin elan olunması eyni massiv kimidir. Set tip veririk və elan eləyirik.
bu şəkildə elan elədik setimizi. Setə element daxil eləmək Pythondan tanış ola bilər. Python istifadə insert funksiyası nə olur? S-in içinə məsəl üçün insert eləyirik 5. S-ə insert eləyirik 2. S-ə insert eləyirik 9 və yenə S-ə insert eləyirik 5. Baxın, mən 5-i insert elədim. 2-ni insert eləyəndə 2 gəlib 5-dən əvvələ düşəcək. 5 ikinci olacaq. Sonra 9-u insert eləyəndə hamısından böyütdüyə sona qoyacaq. Sonra indi son dəfə S-ə yeni 5 insert eləmək istəyirəm. Sizcə burada nə olacaq? 5 var bir dəfə. Error verəcək, yoxsa işləyəcək proqram? İşləyəcək, amma bir dəfə qalacaq. Yes. Proqram birinci baxır. Varsa əlavə eləmir, yoxsa əlavə eləyir. Yəni setdə şeydir. Yəni bu təkrar elementdir deyə, təkrardır deyə. Əlavə olunmur. Yəni setimizin ölçüsü 3-dür. 2, 5 və 9 olaraq sıralanmış şəkildə qalır. İndi biz burada s nöqtə cout s nöqtə size versək, cout s nöqtə size setimizin ölçüsünü çıxartmaq istəsək, bizə cavab olaraq 3 verməlidir. Okey. 3 verdi. Çünki bizim burada 3 dənə fərqli elementimiz daxil olunur deyə cout size 3 verdi. Mesela bunu komment atdıq, getdi. İndi setin daxilində biz normalda bilirik ki, count metodu ədədin, yəni bir countun daxilinə verəcəyimiz dəyərin sayını qaytarır. Məsələn, count 5 yazsaq, 5-in konteynerdəki sayını qaytarır. Biz dedik ki, setdə təkrar element saxlanılmır. Deməli, count bizə hansı dəyərlər qaytara biləcək? Aha, məsələn, vektorda count istifadə eləsək, tutaq ki, 5 elementi. Vektorda 5-in sayı nə qədərdirsə, o həmin sayı çıxardacaq. Setdə istifadə eləsək. Yes, setdə ya 1 çıxardır, ya 0 çıxardır. 1-0 nədir? Ya var ya yox. Buldu. Ya var ya yox. Deməli, count burada artıq bizə şərt operatoru da kimi gəlir. Yəni, bir elementin setdə olub olmadığını da biz count metodu ilə artıq yoxlaya bilirik. Yəni, baxın, buradan da üstünlüyü qazandırır set bizə. Məsəl üçün, mən buraya yazsam if s.count metoddur deyə s nöqtə yazılır. Məsəl üçün, s.count 2. Əgər bu 2 varsa, cavab 1 qaytaracaq. True olacaq, if işləyəcək. Məsələn, cout 2 var. Məsələn, if, bir dənə də if yazdım, s.count 6. Bu da artıq 1-0 qaytara bilir də maksimum. Ya var ya yoxdur. Çünki olsa belə hər elementdən bir dənə var. Yəni, 6 var. Elzində isə 6 yoxdur. Yaxşı, bunu da elzin yazaq. Okey, 2 var, 6 yoxdur. Slash'ənlərimizi qoymamışıq deyə bitişik yazdıq. Slash'ənlərimizi qoyanda o düzələcək. Var, 6 yoxdur. Qəşəng. Bu da belə. Hə, məsəl üçün, indi gələk buradan belə eləyək. S.erase 2. Erase funksiyası ilə, metodu ilə biz setimizin daxilində olan elementi silirik.
və set yeganə bir konteynerdir ki, silmə o bir zamanında gedir bunda. Yəni biz əgər silmə ilə bağlı nə isə məsələ görsək, bəzən olur kənar elementi atmaq və s. Orada set istifadə eləməyimiz üstünlük qazandırır, amma unikal əgər elementlər yoxdursa. Baxın 2 yoxdur, 6 yoxdur. Niyə 2 yoxdur? Çünki 2-ni burada silmişik. Bunu istifadə eləməsək görəcəyik ki 2 var, 6 yoxdur. Əla. Bu demək erase elementi silmək üçün istifadə olunur. Mən aşağıdan indi yazdım bunların hamısını. Şey kimi, biz kimi. Setin daxil, setə bu arada birbaşa sinlə element daxil eləmək olmur. Ancaq insert element daxil eləmək olur. Yəni vektor kimi sin yazsaq olmayacaq. Yəni onu yadda saxlayın. Insert metodla daxil olunur. Ona görə də elementləri siyah altından çıxarmaq biraz fərqli cür gedir. Yəni siyah set i yazsan yenə problemdir. Çünki setin elementlərinə müraciət eləmək olmur birbaşa. Ona görə biz necə yazırıq bunu? For set int iterator deyirəm, düz yadımda qalıb. İterator bərabərdir s.begin. İterator deyil bərabərdir s.end. Plus iterator. Siyahut. İterator keçən dəfə danışmışdıq ki, ünvanlar üzərində işləyir. Ona görə biz burada artıq dəyərini çıxartmaq üçün onun qarşısına ulduz atmalıyıq. Çünki iterator bir ünvandır. Dəyərin ünvanına müraciət eləmək üçün qarşısına ampersand qoyuruq. Ünvanın dəyərini müəyyən eləmək üçün qarşısına ulduz qoyuruq. Yəni bunu keçən dəfə demişdik. Yəni çox dərinlinə getmək lazım deyil. Sadəcə bunları bilsəz bəsdir. Burada da bir dənə belə eləyək. Burada bir dənə belə qoyaq. Bu erase götürək buradan. Həmçinin bunların da qarşısına komment deyək. Okey. Əla. Necə? Olar. İndi yoxlayacaq onu da. Görək, burada nə isə səhv yoxdur. Okey, 2, 5, 9. Əla. Baxın, iteratorun tipini nə vermişəm mən burada? Setin daxilindəki iterator tipi. Sən deyirsən, yəni bunu mən auto ilə əvəz edeyim. Bu qədər. Düzdür. Sadəcə mən yazdım ki, yəni nə olduğunu görək. Ümumiyyətlə auto tipi bilirik ki okey, auto bilirik ki C++-da istənilən bir tipi əvəz eləyə bilər. Yəni bu özü iteratorun tipidir. Və biz bunu auto ilə əvəz eləyə bilərikmi? Bilərik. Auto çünki normalda biz burada həmişə auto yazırıq. Sadəcə bu nədir? Yəni int tipində setimiz var və setimizin daxilindəki iteratorlarla işləmək istəyirik, iterator tipləri ilə. Yəni bu o deməkdir. Yəni auto yazanda avtomatik görür ki, biz burada setin daxilinə girmişik. Artıq bu begin metodu iteratoru çağırır. Ünvana müraciət edir. Vektorda da həmçinin elədir. Ona görə də şeydir. Sadəcə biz vektorda inin tipin int veririk, avtomatik tip çevrilməsi gedir. Ünvanı avtomatik çevirir dəyərə. Yəni biz onu gözlə görmürük. Elə bilirik ki, begin bizə int qaytarır, amma əslində o dəyər qaytarır. Sadəcə orada tip çevrilməsi gedir avtomatik. Və ona görə də bizə cavabımız məsələn int tipində və ya long tipində gəlir. Ümumiyyətlə metodların çoxu sürətli işləsin deyə birbaşa ünvanlarla işləyir. Yəni C+ dilində. Əla. Heç bir şey burada auto ilə də əvəz eləyə bilərik. Bunu da yadda saxlayın. Yəni eynidir. Auto ilə əvəz eləyə bilərik. Əla, bunu yazdıq. Göstərdim setin elementləri necə çıxartmaq lazım olur ekrana. İndi gəlin biz ümumiyyətlə bizim setdə istifadə etdiyimiz metodları yazaq bura. Metod nə edir? Yaxşı, belə yazaq. Və
metod nə iş görür? Hə bir də mürəkkəbliyi ola bilər metodun. Onları da ümid edirəm yadımda qalıb bir çoxu. Baxın, bizim elə ən birinci istifadə etdiyimiz metoda baxaq. S.insert. Bir dənə x. Baxın, bəzi metodlar var. Bizdən parametr tələb eləyir. Yəni ona görə onları yadda saxlamaq lazımdır ki, daxilində parametr. Yəni insert təbii ki, parametr tələb eləyəcək bizdən. Çünki bu metod setin daxilinə element yığmaq üçündür. Yəni sən insertin içinə bir şey verməlisən ki, onu setin daxilinə, yəni aparsın, yığsın. Deməli x-i setə əlavə edir. Əlavə eləyir. X-i setə əlavə eləyir və mürəkkəbliyi o loqendir. Insertun mürəkkəbliyi o loqendir. Növbəti nə istifadə edirik biz yuxarıda? Insert erase. S.erase. S.erase S.erase x var idi. Bir də S.erase iterator var idi. Hə, bu maraqlı tema buradadır. Maraqlı məsələ buradadır. Bu x dəyərini silir. Okey. Mürəkkəbliyi indi maraqlıdır. Mürəkkəbliyi indi danışacağıq. Bu isə iteratorun göstərdiyi elementi silir. Baxın, bayaq dedik erase o birlə işləyir, düz, amma harda, necə o birlə işləyir var. Əgər biz erase'in daxilinə birbaşa elementin göndəririksə özün, onda o loqen işləməlidir. Amma biz elementin ünvanını veririksə, çünki biz elementin özünü göndərsək, onun ünvanını tapıb sonra silməlidir. Yəni məntiq olaraq belə baxsaq. Yəni ünvanını tapmaq find, o loqen işləyəcək. Loqen o birlə siləcək, böyüsünü götürəcək, loqen olacaq. Amma biz birbaşa iterator versək, məsələn SPG-nin üstəgəl 2 versək, mənim üçün başlanğıcdan sonra ikinci elementdə SPG-nin 1, SPG-nin 2. Yəni bizim nəzərimizdə üçüncü element. Hə, onda artıq erase o birlə işləyəcək. Yes, belədir. Hə, bu. Bu o loqendir. Bu isə o 1-dir. Buna. Bu nədir? Buna yadda saxlayan amortizə deyirlər. Amortizə. Bəzən məsələlərin şərtində olur birbaşa amortizə sözü. Hə, onda görəndə avtomatik bunu hansısa məsələdə səhv eləmirəmsə RM90-da belə bir məsələ vardı. Orada amortizə məsələsi var idi. Yoxsa mən səhv salıram ISP-də idimi? RM90-da sən şey vardı da, Mehdi. Elə bir məsələ yadıma gəlir sənin. Setdən element silmək məsələsi idi bir dənə. Amortizə. Məsələnin özündə birbaşa şərtdə amortizə nəsə belə bir maraq məsələ idi. Yoxsa ISP-də mən bilmirəm məsələ hardan idi olsun. Amma orada çox məsələlərdə bir də görsən ki, amortizə sözü gəlir. Orada 100% iteratorla elementi silmək lazımdır. Silmək məsələsi olur çox güman. Və şeydir, sən ən yaxşı yazanda loqen olur silməyin. O partlayır. Yəni ona görə setin üzərində əməliyyat edib silmək lazımdır ki, şey olsun. O birdən işləsin. Erase var. Sonra S nöqtə yuxarıda bayaq dedik. Hə, count dedik. Count var. S nöqtə count var. Countun daxilinə dəyər göndərir x olaraq. S nöqtə count setdə S.count elementin olub-olmadığını yoxlayır, yəni belə yanaşa bilərik.
Okey, zaman mürəkkəbliyi isə hologendir. Hologen. Hologendir. Sonra setdə başqa var. Hətta sfind var. Find elementi axtarıb tapmaq üçündür. Find da x-la işləyir. Find tapır, amma nə tapır? Find nə qaytarır? İterator qaytarır. İterator qaytarır. Baxın, find maraqlı funksiyadır. İterator qaytarır. Element olmasa, end qaytarır. X nöqtə end qaytarır. Yəni if find bərabərdir x nöqtə, məsələn s find x bərabərdir s nöqtə end yazıb yoxlayırıq ki, elementi var yoxsa yoxdur. Yes. Əslində count varsa istifadə eləmək onu yəni useful deyil. Amma yenə də yəni bilmək lazımdır. Find iterator ümumiyyətlə setdə dəyər deyilən bir anlayış yoxdur. Sadəcə dəyər bizim gördüyümüz anlayışdır. Setdə hər şey iteratorla gedir. Yəni bunu çox yadda saxlayın. Çünki bu çox qarışdırılan bir şeydir, çox səhv olunan bir şeydir. Yəni ona görə bunu yadda saxlamaq lazımdır ki, S-də hər şey iterator məntiqi ilə gedir. Dəyər deyilən bir məntiq yoxdur orada. Deməli x-a iterator tapılmasa S nöqtə end, gəl S nöqtə endi yuxarıda yazardım. Eyb yox, yazaram o. Bu özü işləyir, deməli o logen. İteratorla işləyir deyə sürətli işləyirlər. O logen. Gəlin buradan bir dənə kimsə gəldi? Hə, okey. S nöqtə end bu. S nöqtə end deməli bizə nəyi qaytarır? Sonuncu elementin ünvanını qaytarır. Sonuncu elementdən sonraki boş yerin. Yəni S nöqtə end minus 1 şeydir, sonuncu elementdir. Eninci yerin ünvanını qaytarır. Yəni eninci element yox, eninci yer. Sonuncu elementdən sonraki boş yerin ünvanı. Deməli end ologen idimi yoxsa oyen idimi? Bəs begin şeydir. End iterator verirdi. O logendir yəqin ki. Gözlə bir dənə buna baxaq, bu dəqiq yadımda deyil. O birdir. Okey. O birmiş. Mən səhv yadımda qaldı. Çünki beginin o bir olduğunu bilirdim. Begin ən kiçik elementi qaytarır normalda. Qarşısına R atırsan bir dənə, o da ən böyük element, ən sonu qaytarır. Hətta normalda R qaytarır, atırsan deyə sonu qaytarırsa, o yenə də sonu qaytarmalıdır və o birmiş. Baxın, sonuncu elementə müraciət o bir. Setin üstünlüyü burada var. Find'dan sonra S nöqtə size var. Onu bəlkə istifadə eləmişdik yuxarıda biz. Size'a daxilinə parametr vermirik. Çünki birbaşa parametrin asıllığı yoxdur size metodunun. Size metodu deməli bizə setin ölçüsünü qaytarır. Yəni bir növ elementlərin sayı deyək, setin ölçüsü yox. Segmentlərin sayını qaytarır. Birbaşa O1 mürəkkəbli O1-dir. S nöqtə size, find size
s.empty bizdə deməli boşdursa true, deyilsə false. Okey, bu oyendir. s.empty deməli birbaşa yoxlayır iteratını, o 1-dir. Size dedi, empty dedi, find and count. Begin var, clear var. Bu vektorda da var. S.clear. S.clear yəni bütün hər şeyi silir. Clear ümumiyyətlə yaxşı metod deyil çox da. Hər yerdə o yeni işləyir demək olar ki. Hə. Yes. Elə bil orada 2 dənə set yaratmış olursan. Amma vaxtdan dəyişirsən deyə o 1-dir. Yes. Yəni normalda clear ümumiyyətlə metodu çox da istifadə olunan metod deyil, çünki o yeni işləyir. Yəni vektorda da bu o yeni işləyir, setdə də o yeni işləyir. Razıyam. Qəşəng üsuldur, maraqlıdır. Yəni yaddaş əgər boldusa istifadə eləmək olar. Setin ölçüsü çox böyük deyilsə, yəni input dansıdır. Hə. Ulduz s.begin. Bax biz dedik ki, s özü nə qaytarır bizə? Elementin s-end ünvan qaytarır. Biz elementin dəyərini almaq üçün məsələn s-endin qarşısına bir dənə ulduz açsaq, hansı ədədin? Ata bilmərik. Çünki ədəd yoxdur. Boş yerin ünvanını qaytarıb bizə. Amma s-begin bir ilk elementdir. Setin ilk elementi nədir? Boş doludur. Setdə 10 dənə element var. İlk elementi nədir? Təbii ki, setimiz dedik ki, sıralanmışdır. Sıralanmışsa ilk elementi olan ən kiçik elementidir. Deməli, s-begin, amma qarşısında ulduzla, çünki iteratordur. Bax, bizə qaytarır ən kiçik element. Baxın, deməli, ən kiçik ədədin tapılması ümumiyyətlə, ən yaxşı halda necə oyen logen işləyir də bizim vektorumuzda. Ən yaxşı halda. Binary search eləyirdi, oyen logen olurdu. Çünki 2 dənə for gedir. Ortadan bölüb yoxlayırıq. Amma logen ola bilərdi. Logen. Amma baxın, set yaratdıq. Heç nə, birbaşa s-begin veririk, ən kiçik elementi alırıq. O 1 ilə işləyir. S-begin metodu özü, mürəkkəbliyi o 1-dir. O 1-dir. Həmçinin bunun əksi də var. Right begin elə bil. Bu da ən böyük elementi qaytarır. Yəni end. Ən sondan bir dənə sonranın boş ünvanını qaytarır. Amma right begin əks tərəfdən başlanğıcı, yəni ən böyük elementi qaytarır. Bu da o 1-dir. Baxın da indi görün setdə baxın nə qədər o 1-lər var. Yəni nə qədər şey o 1-dir. Yəni bax o login bunlar ikisidir. X-setə əlavə etmək, dəyəri silmək özü birbaşa. Yəni dəyəri silməyin iterator yolu da var. Təbii ki, biz əgər dəyərin yerini bilmiriksə, onda məcbur olaraq işlədəcəyik. Amortizədir, bunu da yadda saxlamaq lazımdır. Çünki məsələlərdə bəzən şərtində özləri deyir ki, amortizə. Okey, elementi olmadığını yoxlayır, logendir. Sonuncu elementdən sonraki boş yerin ünvanı, bu çox istifadə olunmur çünki. Yəni ona görə istifadə olunmur. O 1-miş. Mən o logen bilirdim bunu, amma o 1-dir təbii ki. Yəni düzdür, çünki iterat üzərində gedir. S-find logendir, yerdə qalan. Bax, size, empty, clear end heç. Clear onsuz sən dediyin məntiqlə daha yaxşı yolu var. Heç şey, belə. Deməli, ən maraqlısı, bax, bu sonuncu 2 sətirdir. Ən idealı. Yəni set həm də minimum və maksimum test tapır və silən struktur kimi də işləyir. Baxın, ən böyük elementi tapırıq, ən böyük elementi silmək, ən kiçik elementi silmək, artıq onların yerlərində avtomatik veririk deyə birbaşa silib, tapıb və s. əməliyyatlar eləyə bilirik.
Setdən bu qədər. Yəni bunları mən lap buradan belə götürüm, qrupa da atacağam. Yadda qalsın sizin set üçün. Bunun set olduğunda qeyd edək. Bunun set olduğunda qeyd edək. Həmən bunun şəklini çəkdim, qrupa da atacağım sizin üçün, yadda qalsın. Setin növbətçisi, yəni növbəti istifadə edəcəyimiz bizim konteyner multisetdir. Multiset də setin başqa bir versiyasıdır, başqa bir format. Çox şey eynidir setlə, amma tək bir fərqi var ki, eyni dəyər saxlayır. Yəni unikal deyil multisetdə elementlər. Yəni məsələn multisetin içinə gəlin yaxşı. Burada yazaq məsəl üçün bir dənə multiset yaradaq. Multiset int tipindən olsun. Adını da qoyaq multiset. Multi-st qoyaq elə. Məsəl üçün mst içinə insert eləyirik metoduna. Nə bilim 2 multiset mst insert eləyirik 7 mst insert eləyirik bir də 2 bir də mst insert 5. Mən indi bunu çıxışa versəm multiseti necə olacaq? 2 2 5 7. Niyə 2 2 5 7 oldu elə 2 7 2 5 olsun da? Yes. Setlə eynidir, sadəcə unikal dəyər deyil. Yəni əlavə dəyər saxlaya bilir. Amma sıralama məntiqi yenə setlə eyni gedir. Məsələn burada indi multisetin count'unu versəm, siyahut eləsəm, təbii ki bizə 4 verəcək. Bunu setdə eləsəydim 3 verəcəkdi. mst count. Okay. Count nəyin count'u? 2-nin. 2 verəcək. Həmçinin mst count yox, mst size yazsam. Burada 4 verəcək. Amma mən bunu setə yığsaydım, idim 3 verəcəkdim mst setin sayısını, 2-nin sayısında 1 verəcəkdi. Hə, indi burada maraqlı bir şey var. Mən bura erase yazsam, baxın, erase yazsam, 2 versəm, nə olacaq? mst erase yazsam 2 versəm. Sonra da gözlə bir saniyə, size yox, count 2 yazmışam, düz. Bu halda count 2-ni 2 çıxardır ekrana. mst nöqtə erase yazsam, bura 2 versəm, indi count nə çıxardır ekrana? Hansı birini siləcək? İlk qabağına çıxan necə müəyyən edəcək? Yaxşı, yoxdur, yoxdur. Nə verdi? Qarşına çıxan nə ki var, hamısını silir reis funksiyası multisetdə. Yəni, baxın, ona görə buraya yazıram, bax, bütün ikiləri silir. Yəni, bax, multisetdə bu var, yadda saxlayın. Məsələn, bizə bütün eyni elementləri silmək lazım olsa, multiset istifadə edib, bir dənə erase yazırıq, logo ilə işləyir onsuz. Bütün ikiləri silir, məsələn, bütün 5-ləri, bütün x-ları silir. Yəni, bu şeydir, yadda saxlamaq lazımdır. Yaxşı, bəs mən 2-ni 1-ini silmək istəyirəm. Onda necə eləyərəm multisetdə? Hə, ünvanlarını amma necə? Necə düşünürsən? Yəni, ünvanlarını necə tapıb silərəm 2-nin 1-in? 1-in silin, 1-i qalsın. Find edəyəm.
Mhm. Find edirəm, find edir ki, ilk yerim verəcəm mənə. Mhm. İterator. Auto tipindən bir dənə iterator yaradıram. Nə eləyirəm? mst.find eləyirəm. Bura 2 yazıram, düz. Tapdın mı bunun ünvanını? Gəl. Baxın, auto yazmasam nə yazmalıyım bura? Multiset, int, iki dənə qoşa nöqtə, iterator, it. Hə, iteratorun ID'si. Amma auto yazıram. Çünki mənim auto deyə bir Splasda üstünlüyüm var, avtomatik dəyər təyin edir. Heç nə, ikini tapdım indi. Sonra necə eləyirəm? Birbaşa. MST nöqtə raise iterator. Belə. İndi baxaq. Bununla bunun arasında heç bir fərq yoxdur. Baxın, bu erase login işləyirdi. Düzmü? Amma bu erase o bir işləyir. Amma yuxarıdakı find login işləyir. Ona görə də yəni bu halda da silmək, bu halda da silmək login işləyir. Hər ikisi. Amma burada ikisini silir. Burada birini siləcək. Bu erase'in qarşısına bir dənə belə komment atıram. İndi yoxlayaq. 1 verdi. Birini sildi. Yəni bu isə bir dənə element siləcək. Yəni multisetdə belə bir şey var. Bunları da yadda saxlamaq önəmlidir. Yəni yadda saxlamaq, dəyər versən bütün dəyərlər erase olunur. İterator versən sadəcə iterator verdiyin dəyər erase olunur. Hər şey qalan multisetdə set kimidir. Yəni heç bir fərqi yoxdur. Bütün burada gördüyünüz hər şey bunlar multisetə daxildir. Multisetin sadəcə bir fərqli cəhət setdən odur ki, unikal element yox, daha çox element saxlaya bilir, eyni elementi daha çox saxlaya bilir və erase-də təkcə fərqliliyi var. Qalan find-dir, begin-dir, enddir, hər şey setindən eyni qaydada işləyir. Eyni cür yadda saxlanılır, eyni tərzdə yadda saxlanılır. Tək fərqi bir elementdən bir neçəsinə saxlamaqdır. Unordered set var, onu mapdən sonra unordered mapdən bir yerdə deyəcəm, ikisini bir yerdə deyəcəm, çünki onlar similardılar. Heç nə. 14.57, 15.15-də qaydırıq, mapə baxırıq, sonra da unordered mapə baxıb, sonra məsələlər işləyəcəyik. 15.15-ə qədər fasilə verə bilərik. Hep şey belə. Biraz dincələk. Bəli. Rbgin plus 1 Essent.